Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Bugün sizinlə bərabər baxacağıq halogenlər mövzusunun sonunda ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına. Birinci növbədə reaksiyamızı yazırıq. Manqan O2 üzərinə gəlinsin H-xlor maddəsi. Buradan alınır manqan xlor 2, üzərinə gəlinsin xlor 2, üzərinə gəlinsin su maddəsi. Bura bir 4 atsaq, daha sonra suyun da qarşısına bir 2 atsaq, əmsallarımız düşür qaydasına. Birinci sualımızın reaksiyasını sizin üçün qeyd elədim. Burada bizə deyir ki, manqan 4 oksidə 200 qram xlorid turşusu ilə təsir etdiyimiz zaman bu qədər qaz ayrılmışdır. Bunu da elə yerindəcə mola çevirsək 0,5 mola bərabər edir, düzdürmü? Yəni bu reaksiyanın nəticəsində 0,5 mol xlor qazı əmələ gəlmişdir. Manqan 4 oksidin 30% reaksiyaya daxil olmuşsa, onun başlanğıc kütləsini qramla hesablayın. Manqan 4 oksidin emirini verir 87 qram. Burada 87 qram oksid reaksiyaya daxil olanda 1 mol qaz əmələ gəlir. Görəsən nə qədər oksid reaksiyaya daxil olmalıdır ki, yarım mol qaz əmələ gəlsin? Buradan x-inizi tapacaqsınız 43,5 qrama bərabər. 43,5 manqan 4 oksidin reaksiyaya girən kütləsidir. Sual bizə deyir ki, götürülən maddənin 30% reaksiyaya girirsə, onun başlanğıc kütləsini siz tapın. Siz də yazacaqsınız ki, 43,5 qram əgər 30%dirsə, manqan 4 oksidin cəm ilkin kütləsi nə qədər olub ki, bu 100%-ə bərabər olubdur. Buradan tapacaqsınız, x bərabərdir 145 qrama. Bu bizim ilk ifadəmizin doğru cavabıdır. Daha sonra bizə deyir ki, xlorid turşusu məhlulunun faizlə qatılığını tapın. Uşaqlar, oksidin üzərinə əlavə olunan 200 qram xlorid turşusu saf xlorid turşusunun özü deyil. O bir məhluldur. Yəni, içərisində onun su da var. Birinci növbədə xlora əsasən, yəni ayrılan xlor qazının miqdarına əsasən, reaksiyaya girən H-xlorun kütləsini tapaq. Burada qanunən 4 vurulsun 36,5 qram H-xlor reaksiyaya girəndə 1 mol xlor qazı əmələ gəlir. Görəsən nə qədər H-xlor reaksiyaya girib ki, yarım mol xlor qazı əmələ gəlib. Buradan x-inizi tapanda x-iniz olacaq 73 qrama bərabər. Yəni 73 qram burada H-xlor maddəsi reaksiyaya girir. H-xlor məhlulunun ümumi kütləsi nə qədər olubdur? 200 qram. Yəni bu 200-ün içərisində 73 qram H-xlorun özü olubdur. Bizə deyir ki, onun qatılığını siz tapın. Omega bərabərdir 73-ü, böləcəyik 200-ə, vuracağıq 100%-ə. Doğru cavabımız olacaq 36,5%-ə bərabər. Keçid alaq ikinci sualımıza. Kalium permanganatın xlorid turşusu ilə reaksiyasının tənliyini yazıb əmsallaşdırın. Vaxtımız getməsin deyə mən bunu sizlər üçün yazdım, əmsallaşdırdım. Daha məsləhət görərdim ki, misal çəkirəm bunu. Oksidləşmə reduksiya vasitəsilə asanlıqla əmsallaşdırın. Yəni, daha qısa bir zaman dilimində əmsallaşdıra bilərsiniz. Birinci növbədə bizə deyir, reaksiyada iştirak edən bütün duzların əmsalları cəmini müəyyən edin. Duz budur, əmsalı 2, duz budur, əmsalı 2, bir də duz budur, əmsalı 2. Deməli, 3 dənə duz var bu reaksiyada. Biri reaksiyaya daxil olur, 2 alınır. Cəbri cəm oldu 6-ya bərabər. İkinci növbədə bizə deyir, 71 qram xlor qazı alınarsa, turşunun oksidləşən mol sayını hesablayın. Uşaqlar, bax bizim turşumuz buradadır. Xlor burada -1 dərəcəsindədir, xlor burada -1 dərəcəsindədir, xlor burada -1 dərəcəsindədir, xlor burada 0 dərəcəsindədir. İndi ədədə çevirək və yaxud elə molla ifadə eləyək. Əmsalı vururam indeksə, mənim 16 mol turşum var. Sırf burada xlorun indeksi nəzərə alınır. Bunun 5-i 2-yə vuranda 10 molu dərəcəsini dəyişmiş olur. Yəni 10 molu oksidləşir. Dərəcə azdan çoxa gedir axı. Xlor elementi burada reduksiya edicidir. Proses olur oksidləşmə. Yəni 16 mol mənim turşum var bu reaksiyada. Bu zaman 16 moldan 10 molunun dərəcəsi dəyişir. Yəni 10 molu reduksiya olunur. Bu bizim nəzərimizdə qalsın. 10 molda reduksiya olunanda 5 mol xlor qazı əmələ gəlir. Yəni qrama çevirəndə 5 vurulsun 71 qram xlor qazı burada əmələ gəlir. Sual da bizə deyir ki, cəmi 71 qram xlor qazı əmələ gələrsə,
Bu zaman neçə mol bizim turşumuz oksidləşər? Buradan x-i tapırıq. Bu 71'lər yerindəcə ixtisar gedir. Doğru cavabımız olacaq 2 mola bərabər. 16 mol bizim turşumuzun cəmi 10 molu oksidləşir. Yerdə qalan 4 mol burada, 2 mol da burada. Əmsallar mütləq indekslərə vurulmalıdır. 6 mol duz əmələ gəlməsinə sərf olunur. O, oksidləşən miqdara aid olunmur. İlk ifadəmizin doğru cavabı olur 6'ya bərabər. İkinci ifadəmizin doğru cavabı olur 2'yə bərabər. Uşaqlar, gəldik 3-cü sualımıza. Bizə deyir 174 qram manqan 4 oksidin xlorid turşusu ilə qarşılıqlı təsirindən alınan xlorun həcmini litrdən hesablayın. Birinci növbədə bunu saxlayırıq yaddaşda. Birinci bunu hesablayırıq. Əgər 87 qram, yəni 1 mol manqan 4 oksid reaksiyaya daxil olanda 22,4 litr xlor qazı əmələ gəlirsə, sualın mənə dediyi 174 qram manqan 4 oksid reaksiyaya daxil olanda neçə litr xlor qazı əmələ gələcək? X. Buradan tapacağıq ki, x-imiz bərabərdir 44,8 litrə. İkinci növbədə bizə deyir, reduksiya edicinin neçə faizinin oksidləşdiyini müəyyən edin. Əslində, bayaq izah elədiyim sualın formatına uyğun bir sualdır. Xlor burada -1 dərəcəsindən 0 dərəcəsinə keçid alır. Yəni, reduksiya edici elementim xlordur. Bizə deyir, reduksiya edicinin neçə faizinin oksidləşdiyini müəyyən edin. 4'ü 1'ə vuranda mənim 4 mol burada reduksiya edici maddəm var. Xlorun əmsalı 1'dir. 1'i 2'yə vuranda burada 2 mol xlor dərəcəsini dəyişib. Yəni 2 mol oksidləşir. 4'də də 2 50%'ə bərabər edir. İndi burada xırda bir şeyə diqqət edək. Mən sual verə bilərsiniz ki, müəllimə, burada 1 mol manqan 4 oksid reaksiyaya girir. Siz 1 mola əsasən hesablama aparırsınız. Axı sual bizə 174 qram verir. Bu 2 mola bərabər də olsun. Əgər sizdən reduksiya edicinin neçə faizinin oksidləşdiyini müəyyən edin deyə sual sizə verirsə, faiz nisbəti olduğuna görə bu rəqəmimiz dəyişmir. İstəyir 5 mol manqan O2 reaksiyaya girsin, istəyir 100 mol manqan O2 reaksiyaya girsin. Yenə də götürülən H-xlorun oksidləşən miqdarını faizə çevirəndə cavabınız olacaq 50%'ə bərabər. Say olaraq, məsələn, reduksiya edicimizin neçə molu bizə desəydi oksidləşdiyini müəyyən edin, say dəyişə bilər. Çünki manqan O2'ni biz burada 1 mola görə hesablayırıq. Məsələ bizə bunun 2 molunu verir. Say dəyişə bilər, faiz isə dəyişmir. Bu dəqiqə mən baxıram ki, mənim 4 mol reduksiya edici maddəm var. Sırf xlora görə bu maddə reduksiya edici adını qazanıbdır. Bunun cəmi 2 molu deyirəm ki, oksidləşir. 4'üm əgər 100%'dirsə, 2'm neçə faizə bərabər olacaq? X. X-imiz də buradan olacaq 50%'ə bərabər. Bu da bizim olacaq doğru cavabımız. Keçid alırıq 4-cü suala. Bizə verir alüminium OH3 üstəgəl 2 mol H-xlor. Ən sadə dildə demişəm ki, sizə hər zaman hər hidrogen özünə bir dənə OH axtarır. Və yaxud da hər OH özünə bir dənə hidrogen axtarır. 2 dənə hidrogen buradan qırılır. Gəlir 2 dənə OH-ı buradan götürür. Uşaqlar 2 mol suyu yaradır, çəkilir, kənarda qalır. Mənim boş bekar qalan bir alüminium OH qalığım var. Bir də xlor qalığım var. Alüminium OH özündən 2 dənə OH itirdiyinə görə bu 2 valentlidir. Xlor isə özündən bir dənə hidrogen itirdiyinə görə xlorid turşusundan əmələ gəl baxın. Bu da 1 valentlidir. Nəticədə 1-2 indeksi bunun indeksinə yazılır, xlorun indeksinə yazılır və mövcud duzumuz olur bu formada. Biz artıq X duzumuzun nə olduğunu təyin elədik. Birinci növbədə bizə deyir X duzunun adını və formulunu yazın. Formulunu yazdıq. Adı belə olacaq. Alüminium hidrokso xlorid duzu. İkinci növbədə bizə deyir ki, 230 qram X duzunun alınmasına nə qədər alüminium OH3 sərf olunur? Sizə ayirlər verilibdir. Ayirlərdən istifadə edərək emeri siz özünüz rahatlıqla hesablaya bilərsiniz. Duzun emeri 115'ə bərabərdir. Burada 1 vurulsun 115 qram duz əmələ gəlir.
Bu zaman 1 vurulsun 78 qram alüminium hidroksid reaksiyaya daxil olur. Düzdür, mən bəzən məsələlərdə bu biri nəzərə almıram. Maddənin əmsalı 1 olanda elə direkt maddənin emerini yazıram, amma daha yaxşı olar ki, siz hər zaman 1 vurulsun yazın. Mütləq nəzərə alın ki, əmsal hər zaman emerə vurulmalıdır. Yəni əl vərdişi olsun sizdə. Əgər 78 qram əsas reaksiyaya girəndə 115 qram duz əmələ gəlirsə, görəsən neçə qram əsas reaksiyaya girməlidir ki, 230 qram duz əmələ gəlsin? İndi buradan x-imizi hesablayaq. X bərabər olacaq 78-i vuracağıq 230-a, böləcəyik 115-ə. Bunlar ixtisar gedir. Yuxarıda qalır bir dənə 2. Doğru cavabımız olacaq 156 qrama bərabər. Bu da bizim olacaq ikinci ifadəmizin doğru cavabı. Keçid alaq 5-ci suala. Reaksiyanı sizin üçün yazdım, əmsallaşdırdım ki, yenə vaxt itkimiz getməsin. Bizə deyir, reaksiyaya daxil olan maddələrin mol miqdarları N və N-dir. Və bu N-in nə rəqəm olduğunu biz bilmirik. Əsas odur, bu maddələr N və N mol miqdarında reaksiyaya daxil olduğu zaman alınan xlorun mol miqdarı 1-ə bərabərdir. Buradan da yazıram 1. Sual mənə deyir ki, N bunlar reaksiyaya daxil olur. Alınan xlorun mol miqdarı 1-ə bərabərdir. Qanunən görürəm 1 mol bundan reaksiyaya daxil olur, 4 mol bundan reaksiyaya daxil olur. Bu zamanda 1 mol xlor qazı alınır. Yəni qanunumuz da 1-dir. Məsələnin bizə verdiyi rəqəm də 1-dir. Deməli bu 1 mol xlor qazının əmələ gəlməsi üçün qanunən 1 mol manqan O2, 4 mol H xlor reaksiyaya daxil olmalıdır. Mən sizə belə bir yol öyrətmişəm ki, hər zaman başlanğıc miqdarlarının eyni olduğunu bildirərsə, böyüyü yazasınız, böyüyə görə işləyəcəksiniz. Yəni N-in yerinə 4 qoyuram. 4 mol H xlor götürülübdür. 4 mol da manqan O2 götürülübdür. Birinci növbədə mənə deyir N-in qiymətini tap. N-in qiyməti oldu 4-ə bərabər. Bu 4-dən hamısı işlənəcək 0. H xlordan heç nə artıq qalmır. Manqan 4 oksidin 4 molundan 1 mol reaksiyaya girəndə 3 mol da ondan artıq qalır. İkinci ifadəmizdə də bizə deyir ki, neçə mol maddənin reaksiyaya daxil olmadığını hesablayın. İkinci ifadəmizin doğru cavabı da olacaq 3-ə bərabər. Bizim 3 mol manqan 4 oksid maddəmiz reaksiyaya daxil olmayacaq. Keçid alırıq 6-cı suala. 0,6 mol xlor qazının isti kalium OH məhlulu ilə reaksiyası zamanı əmələ gələn oksigensiz və oksigenli duzların mol miqdarını hesablayın. Çox bəsit bir sualdır uşaqlar. Əgər 6 mol kalium OH, daha doğrusu üzr istəyirəm, burada xlor qazının miqdarını əsasən işləməliyik. 0,6 mol xlor qazına aiddir. Deməli 3 mol xlor qazı reaksiyaya girəndə 5 mol kalium xlorid, yəni oksigensiz duz əmələ gəlir. Bəs 0,6 mol xlor qazı reaksiyaya daxil olarsa nə qədər kalium xlorid əmələ gələcək? X-imiz bərabər olacaq buradan 1 mola. Eyni qayda ilə 3 mol xlor qazı reaksiyaya daxil olanda 1 mol kalium xlorat, yəni oksigenli duz əmələ gələrsə, 0,6 moldan nə qədər kalium xlorat əmələ gələcək? Y. Y-imiz də bərabər olacaq 0,2 mola bərabər. Uşaqlar, keçid alırıq 7-ci suala. Birinci, yenə də vaxtımız getməsin deyə reaksiyaları burada artıq sizin üçün qeyd etmişəm. Birinci növbədə deyir ki, kalium OH-ın üstünə xlor qazı gəlin və isti məhlul götürürük, yəni temperaturda qızdırırıq. Burada 3 dənə maddə əmələ gəlir. Aşağıda bu minus kalium xlor plus suyun mənası bilsiz nə deməkdir? Yəni bunları seçməyin. X bizim yerdə qalan maddəmiz olacaq. Bunu çıxdaş eləyirəm. Deməli X mənim olur kalium xlorat duzum. İkinci mərhələdə kalium xloratın üstünə H xlor gəlir. Yenə deyir minus kalium xlorla plus suyu götürmə. Yəni kalium xlorla suyu seçmə. Bu mənim oldu yerdə qalan maddəm Y maddəm. Y maddəm oldu xlor qazı. Üçüncü mərhələdə xlor qazının üstünə kalium OH gəlir və adi şəraitdə temperatursuz gedir bu reaksiya. Bu zamanda deyir yenə əmələ gələn 3 dənə maddədən kalium xlor ilə suyu götürməm. Bu zamanda bizim Z maddəmiz olacaq kalium xlor O maddəsi. Hər 3 maddəmizi biz artıq təyin elədik və bu reaksiya ilə bu reaksiya arasındakı fərqə fikir verin. Temperaturlu olanda xloratın duzu əmələ gəlir.
adi şəraitdə gedəndə hipoxloritin duzu əmələ gəlir. Yəni H-xlor O turşusunun duzu əmələ gəlir. Bizə deyir ki, X maddəsinin katalitik parçalanmasından X maddəmiz oldu kalium xlor O3, kalium xlorat və yaxud da buna Bertolli duzu deyirlər. Bunun katalitik parçalanması nəticəsində və manqan 4 oksid katalizatorun iştirakı ilə parçalanır. Oksigenin alınma dərsində keçmişdik biz. Oksigenin laboratoriyada alınma üsullarından biridir. Burada kalium xlorid və oksigen qazı əmələ gəlir. Birinci növbədə bizə deyir ki, X maddəsinin katalitik parçalanmasından alınan məhsulların kimyəvi formullarını yazdıq. Və tərkibində Z maddəsi olan ağardıcı xassəli qarışığın texniki adını müəyyən edin. Uşaqlar, bu 3 maddə bir yerdə Javel suyu qarışığı adlanacaq. Biz demişdik, xlor qazının adi şəraitdə kalium OH ilə və ya natrium OH ilə qarşılıqlı təsiri nəticəsində əmələ gələn bax bu maddələr cütü Javel suyu olaraq adlanacaq. Deməli, uşaqlar, keçid alırıq 8-ci suala. Bizə deyir ki, qabın içərisində 0,1 mol manqan O2 maddəsi var. Bunun üzərinə artıq miqdarda H-xlor əlavə etdiyimiz zaman reaksiyanı yazıb sizin üçün əmsallaşdırmışam. Buradan xlor qazı əmələ gəlir. Reaksiya tənliyini yazın, əmsallaşdırın. Yazıb əmsallaşdırdıq ki, öncədən vaxt getməsin. Reaksiyadan alınan xlorun icazə verilən normadan neçə dəfə çox olduğunu hesablayın. Reaksiya həcmi 25 kubmetr olan sorucu şkafda aparılır. Xlorun icazə verilən dozası 0,4 milliqram bölünsün metrin kubudur. Yəni, bu vahidinə də fikir veririk və başa düşürük ki, 1 kubmetr üçün xlorun icazə verilən miqdarı %4 milliqramdır. Reaksiyada həcmi 25 kubmetr olan sorucu şkafda aparılır. Yəni, əgər, belə yazım, lap da sizə aydın olsun, 1 kubmetr üçün əgər 0,4 milliqram xlora icazə varsa, görəsən 25 kubmetr üçün nə qədər xlora icazə var? X. Buradan alacağıq X bərabərdir 1 milliqram. Yəni, bu reaksiyaya gedən sorucu şkafda cəmi 1 milliqram xlor toplana bilər. Yəni, buna icazə var. Biz birinci növbədə hesablayaq ki, bu qədər manqan 4 oksidin H-xlor ilə reaksiyasından neçə milliqram xlor alınır? Birinci onu hesablayaq, uşaqlar. 1 mol reaksiyaya girəndə 71 qram xlor əmələ gəlir. Bunu da milliqrama çevirəndə minə vururuq. Yəni, 1 mol maddəm reaksiyaya daxil olanda 71 min qram xlor, milliqram daha doğrusu, xlor əmələ gəlir. 0,1 mol manqan 4 oksid reaksiyaya daxil olanda neçə milliqram xlor əmələ gələcək? Buradan bu 2 dənə sıfırı, bu 2 dənə sıfırla aparırıq. X-imiz bərabər olacaq 710 milliqrama. Bir daha deyirəm, 1 mol maddəm reaksiyaya daxil olanda 71 qram xlor qazı əmələ gəlir. Onu da milliqrama çevirəndə minə vurmaq lazımdır. 71 min qram, milliqram daha doğrusu, xlor qazı burada əmələ gəlir. Və sualın mənə dediyi 0,1 mol manqan O2 reaksiyaya daxil olanda neçə milliqram xlor qazı əmələ gələcək? Doğru cavabımız oldu 710 milliqrama bərabər. Bizə gərəkli olan icazə verilən miqdar nə qədərdir? 1 milliqrama bərabər. Sual da bizə deyir ki, siz hesablayın görək, alınan bu xlorun milliqramı icazə verilən bu milliqramdan neçə dəfə çoxdur? Düzdürmü? 710-u da böləcəksiniz 1-ə. Doğru cavabınız olacaq elə 710 dəfəyə bərabər. Uşaqlar, keçid alırıq 9-cu suala. Qabımızın içərisində M qram magnezium silisid var. Silisid metalların silisiumla əmələ gətirdiyi birləşmələrdir və onların üzərinə turşu gəldiyimiz zaman, məsələn, bu reaksiyada deyir üzərinə H-xlor turşusu gəlin. Bu zaman müvafiq duz və silisium H4, yəni silan qazı əmələ gəlir. Biz bunu gələcəkdə silisium bölməsinin içərisində keçəcəyik. Birinci növbədə bizə deyir ki, sizə M qram magnezium silisid vermişik.
Bunun üzərinə H-xlor gəldiyimiz zaman 8 qram X qazı meydana gəlir. Burada da qazımız həmin bu silan qazıdır. Silisium H4 maddəsidir. Mən yenə aşağıdakı ayrılardan istifadə edib emerləri tapmışam. Maddənin emeri 76-ya bərabərdir. 1 vurulsun 76 qram maddə reaksiyaya girəndə 1 vurulsun 32 qram qaz əmələ gəlir. Görəsən bu M-imiz nəyə bərabərdir ki, M qram silisid reaksiyaya daxil olanda 8 qram qaz əmələ gəlsin. Buradan M-i hesablamaq üçün 76-nı vuracağıq 8-ə, böləcəyik 32-yə. Bunlar yerindəcə ixtisar gedir, qalır 4. Doğru cavabımız da olacaq 19 qrama bərabər. Demək uşaqlar, gəldik 10-cu suala. Bizə deyir ki, 48 qram metal 0,75 mol xlor qazı ilə reaksiyaya daxil olur. Reaksiyadan metal xlor-2 duzu alınarsa, metalın nisbi atom kütləsini siz hesablayın. Metal atomunda 35 neytron varsa, onun proton sayını hesablayın. Uşaqlar, ümumiyyətlə belə bir qaydamız var, yadınızda qalsın. Xlor adətən metalla reaksiyaya daxil olanda, ümumiyyətlə bu qeyri-metallar üçün keçərlidir. Bir qeyri-metal metalla reaksiyaya daxil olanda adətən özünü ən aşağı valentlikdə aparır. Məsələn, burada metal xlor-2 birləşməsinin içərisində artıq mən başa düşürəm ki, mənim xlorum 1 valentlidir. Xlorun üzərinə 1 qeyd eləyəndə 1-i 2-yə vururuq 2, 2-ni də bölürük 1-ə, metalın sayına, doğru cavabımız çıxır 2-yə bərabər. Deməli, metalın artıq 2 valentli olduğunu biz başa düşürük bu birləşmənin içərisində. Ümumi reaksiyanı da belə yazıram. Hansı metaldan söhbət getdiyini biz bilmirik. Metal, üstə gələk xlor-2, yekun nəticədə alınır metal xlor-2 maddəsi və burada hər hansı bir əmsalı falan ehtiyac yoxdur. Sual bizə deyir ki, 48 qram metal 1 mol, daha doğrusu 0,75 mol xlor qazı ilə reaksiyaya daxil olur. Düzdürmü? Buradan vahidlərini də yazaq. Mən də aşağıda qeyd edirəm ki, burada mənim 1 mol metalım qanunən reaksiyaya girir. 1 mol metalın kütləsi, yəni airi, görəsən neçə qrama bərabərdir ki, o 1 mol xlor ilə reaksiyaya daxil olsun. Çünki qanunumuz belədir. 1 mol metal 1 mol xlor qazı ilə reaksiyaya daxil olur. 1 mol metalın da airinin nə qədər olduğunu bilmirəm. Burada 1 vurulsun x, yəni burada x deyə ifadə elədiyim kəmiyyət bizə metalın airini verəcək. Yəni görəsən mənim metalım neçə qrama bərabər olmalıdır ki, o 1 mol xlorla reaksiyaya girsin. Bunları isə bizə məsələ verir. Məsələ deyir ki, 48 qram metal 0,75 mol xlor ilə reaksiyaya daxil olur. Buradan x-inizi hesablasanız, x bərabər olacaq 64 rəqəminə. Yəni 64 bizim metalımızın airidir və bu da mis metaldır. İndi hansı metalın olduğu o qədər də bizə vacib deyil. Deyək ki, bunu x metalı olaraq qəbul eləyək. 64 bunun airidir. Sual bizə deyir ki, bunun neytron sayı 35-ə bərabərdir. Biz də bilirik ki, air bərabərdir protonla neytronun cəminə. Bizdən protonu tapmağımızı istəyir. Protonu tapmaq üçün 64-dən 35-i çıxacaq. Doğru cavabımız olacaq 29 rəqəminə bərabər. Bu da oldu bizim ikinci ifadəmizin doğru cavabı. Uşaqlar, keçid alaq 11-ci suala. 11-ci sualda qrafiki indi bərabər sizlə oxuyacağıq. Burada qrafikdə bizə nə verir, nə istəyir, o öz yerində. Onu oxuyacağıq. Xlorun isti kalium OH məhlulu ilə reaksiya tənliyini yazın və əmsallaşdırın. Yazdıq, əmsallaşdırdıq və demişik ki, temperatur olanda H-xloro üçün duzu əmələ gəlir. Yəni kalium xlorat əmələ gəlir. Bu öz qaydasında. Aşağıda sizə airlər verilib, emerləri rahatlıqla hesablaya bilərsiniz. Bu da öz qaydasında. Bu qrafikə baxanda mən bir şey başa düşürəm. Qrafik mənə deyir ki, bax bunun ikisi də eyni nöqtədən başlanıbdır. Görürsünüzmü? X maddəsi və Y maddəsi. Yəni bunun biri kalium OH-dır, biri xlor qazıdır. 2 dənə maddəm reaksiyaya girir. Biri tamamilə gəlib də sıfıra enibdir. Mən bilmirəm bu hansıdır tamamilə işlənən. Biri isə 24,6 qram artıq qalıbdır. Görürsünüz, o rəqəmdə dayanıbdır. Sual mənə, qrafik mənə izah eləmək istəyir ki, 2 dənə maddəni eyni kütlədən başlatmışıq. İkisi də eyni qramdan, bu arada başlanğıc miqdarının da nə olduğunu bilmirəm. İkisi də eyni qramdan başlayanda. Biri gəldi sıfıra endi bitdi, biri 24,6-da dayanıbdır. Yəni sual mənə demək istəyir ki, bu maddə ilə bu maddəni eyni kütlədə verəndə
Hələ bir tap görək bu 24,6 qram artıq qalan hansına aiddir? Sonra artığa əsasən yaranan m qram oksigensiz duzun kütləsini hesabla. Bu maddənin emiri 56-ya bərabərdir. Mənə sual versələr ki, burada neçə qram kalium OH reaksiyaya daxil olur? Deyəcəm 6 vurulsun 56 qram, yəni əmsalda nəzərə alınır. Xlorun emiri 71-ə bərabərdir. Mənə desələr burada neçə qram xlor reaksiyaya daxil olur? Deyəcəm 3 vurulsun 71 qram. Gəlin bunları hesablayaq. Bu tərəf eləyir 336 qrama bərabər. Bu tərəf də eləyir 213 qrama bərabər. Düzdürmü? İndi sual mənə eyni kütlədə bunların başladığını vurğuluyursa və mən sizə hər dəfə bu sözü deyirəm. Eyni kütlə söhbəti varsa, böyüyə uyğun işləmək lazımdır. Qanunən 336 qram kalium OH reaksiyaya girəndə 213 qram xlor qazı reaksiyaya daxil olur. Düzdürmü? İkisini də bərabər kütlədə götürəndə 336 bunu götürəcəm, 336 da bunu götürəcəm. İndi gəlin bir şeyə baxaq. 336 götürmüşəm. 336 tam bunun işlənməsidir, 0. Bundan heç nə artıq qalmır. Deməli, 0-a düşən maddəm kalium OH maddəsidir. 336-nı götürmüşəm. 213 qram işlənir. 100 nə qədər bundan artıq qalacaq? Deməli, 123 qram. 123 qram xlor artıq qalacaq. Artıq, aydın məsələdə az işlənən artıq qalacaq. Deməli, bu havada qalan, tam tükənməyən xlor qazı maddəsidir. Artıq mən nəyi təsbit eləmiş oldum? Mövcud burada gördüyünüz əmsallara nəzərən, yəni 5 mol kalium xlorun alınması üçün, 1 mol kalium xloratın alınması üçün, 3 mol suyun alınması üçün, 6 mol kalium OH-ın reaksiyaya girməsi və 3 mol xlor qazının reaksiyaya girməsi üçün maddələri bərabər kütlədə götürdəsə, mən bunları 336 deyə götürməliyəm və 123 qram mənim xlor qazım artıq qalır. Bu hesabladığım hər bir şey ekranda gördüyünüz əmsallara nəzərəndə 123 qram mənim xlor qazı maddəm artıq qalır. Oksigensiz duz, uşaqlar, budur da kalium xlor maddəsidir. Bunun emeri 74,5-dir. Və mənə sual versələr ki, bu dəqiqə nə qədər kalium xlor əmələ gəlir? Deyəcəm 5 vurulsun 74,5 qram. Bu qədər kalium xlorid əmələ gələndə nə qədər xlorumuz artıq qalır? 123 qram. O zaman tənasibi belə qururam. 123 qram xlorum artıq qalanda 5 vurulsun 74,5 qram oksigensiz duz əmələ gəlir. Bəs məsələnin mənə verdiyi bu 24,6 qram xlor artıq qalanda mənim nə qədər duzum əmələ gələcək x? Uşaqlar, bu ilə bu yerində ixtisar gedir. Burada qalır 0,2. 0,2-ni 5-ə vuranda edir 1. 1-i də 74,5-ə vuranda doğru cavabımız olacaq elə 74,5 qrama bərabər. Demək, uşaqlar, 12-ci sualda reaksiyanı bizə yuxarıda verib hazır əmsallaşdırılmış formada, yəni sağ olsunlar, əziyyətə salmırlar bizi. Reaksiyaya daxil olan və alınan duzların kütlələri cədvəldə verilibdir. Reaksiyaya daxil olan duzun kütləsi m^9,6 qramdır. Alınan duzun kütləsi isə m qrama bərabərdir. Qanunən bu iki maddəyə fikir verin. Kalium xloru O3, bir də kalium xlor maddəsi. Bunun da içində bir dənə kalium var, bunun da içində bir dənə kalium var. Bunda da bir dənə xlor var, bunda da bir dənə xlor var. Arada kütlə fərqini yaradan 3 dənə oksigendir. 3-ü də 16-ya vuranda oksigenin ayrı 16-da. Arada kütlə fərqi 48-ə bərabərdir. Yəni, uşaqlar, burada baxın, heç gəlin bunların üzərlərindən silək. Bunları artıq yazdım. Gördünüz ki, alınan və daxil olan maddələrə aiddir. Sual bizə demək istəyir ki, reaksiyaya daxil olan duzun kütləsi alınan duzun kütləsindən 9,6 qram çoxdur. Yəni, bax, burada gördüyünüz duz, burada gördüyünüz duzdan 9,6 qram çoxdur. Qanunən isə bu iki maddə arasında 48 qram kütlə fərqi var. Bu qanunumuzdur. Sual bizə deyir ki, M-i, yəni alınan duzun kütləsini hesablayın. Gəlin birinci növbədə bunu hesablayaq. Alınan duzumuz budur. Duzun emeri 74,5-ə bərabərdir, əmsalı da 1-dir. Yəni, cəmi bu reaksiyanın gedişatına 74,5 qram duz əmələ gəlir.
Nə qədər kütlə fərqi olanda, 48 qram kütlə fərqi olanda tənasübü belə qururuq. 48 qram kütlə fərqi olanda 74,5 qram duz əmələ gəlir. 9,6 qram kütlə fərqi olanda nə qədər duz əmələ gələcək? Birinci növbədə bunu hesablayacağıq. X-imiz də bərabər olacaq 14,9-a bərabər. Bu bizim olur ilk ifadəmizin doğru cavabı. Daha sonra isə uşaqlar bizə deyir alınan qazın həcmini tapın. Aydın məsələdir ki, burada xlor qazından bəhs olunur. Yenə kütlə fərqi 48 qrama bərabər olanda burada 3 mol, yəni 3 vurulsun 22,4 litr qaz əmələ gəlir. Kütlə fərqi 9,6 qrama bərabərdirsə, burada neçə litr qaz əmələ gələcək? X. X-imiz də bərabər olacaq 13,44 litrə bərabər. Bu da olacaq bizim ikinci ifadəmizin doğru cavabı. Uşaqlar, burada 12 dənə sual yeni əlavə olunubdur. Ardını mən sizə video izah şəklində keçən ildən çəkmişəm, hazırdır. Göndərəcəm. Oradan da əgər səhvləriniz varsa baxarsınız. Çox ümid edirəm ki, bütün sualların izahları sizlərə aydın oldu. Sağ olun, görüşərik.